Bismillah. 9-15 Mart aralığı həftəsinin ən düz pul proqnozu və ən şanslı və ən gərgin riskləri kimlərdir? Aşağıda 9-15 Mart 2026 aralığı üçün astroloji baxımdan pul maliyyə proqnozu, həmçinin bu həftənin ən şanslı maddi baxımdan və ən gərgin riskləri barədə ümumi astroloji istiqamət təqdim edirəm. Pul proqnozu 9-15 Mart aralığı 2026. Bu həftənin ortasında təxminən 11 Martdan etibarən Jupiter planeti maliyyə sahəsində daha müsbət təsir göstərə bilər. Gecikmiş gəlirlər, yeni imkanlar və daha çox maliyyə axını hiss edilə bilər. Bu xüsusilə bəzi bürclər üçün pul şansını artıracaq və gəlirlərin daha aydın şəkildə hərəkət etməsinə səbəb olacaq. Ümumi istiqamət enerjilər bu həftə risk götürməkdə və yeni maliyyə imkanlarını qiymətləndirməkdə dəstək verir. Uğur üçün öz potensialına inanmaq və aktiv addımlar atmaq önəmlidir. Bu həftənin ən şanslı bürcləri maliyyə baxımından aşağıdakı bürclər üçün bu müddət pul, gəlir və şans baxımından daha əlverişli sayılır. Əkizlər. Jupiterin 11 Martda düz hərəkətə keçməsi ilə pulla bağlı gecikmiş dəstək, yeni gəlir imkanları və maliyyə axını güclənə bilər. Bu gəlirlər və iş imkanları üçün müsbət bir enerji yaradır. Oxatan, bu dövrdə bəzən maliyyə portalı açılır, yeni perspektivlər, əməkdaşlıqlar və başqa gəlir mənbələri işə düşə bilər. Balıqlar, 7 Martdan etibarən Venüs pul evi təsirindədir. Bu da xoş maliyyə sürprizlərini, borcların qaytarılmasını və əlavə gəlir ideyalarını stimullaşdıra bilər. Pul axınına köməkçi enerjilər var. Qeyd, bu təsirlər 9-15 Mart enerjilərində daha aydın hiss edilə bilər. Çünki planetlərin dəstəkləyici aspektləri bu dövrdə güclənir. Bu həftənin ən şanslı bürcləri qısa siyahı. Əkizlər, oxatan, balıqlar, qoç, pişir. Əkizlər, oxatan və balıqlar bu həftə maliyyə baxımından daha açıq imkanlara sahib ola bilərlər. Bu həftənin ən gərgin, diqqətli olmalı bürcləri qız. Bu bürcdə Mars və digər planetlərin təsiri bu həftə əlaqələr, kövdələşmələr və maliyyə qərarlarında stres və aktiv təsir yarada bilər. Əhəmiyyətli razılaşmalar və müqavilələr üçün diqqətli olmaq tövsiyə edilir. Dolça, xüsusilə kreditlər, vergilər və digər maliyyə məsuliyyətləri ilə bağlı bəzi dəyişikliklər və ya qərarlar vaxt tələb edə bilər. Diqqətlə planlamaq faydalıdır. Ümumiyyətlə, bu bürclər üçün maliyyə qərarlarında daha diqqətli olmaq, böyük xərcləri planlaşdırmaqdan əvvəl bütün şərtləri yenidən yoxlamaq məsləhətdir. Qısa nəticə, ən şanslı bürclər maddi baxımdan əkizlər, oxatan və balıqlar, daha çox pul axını, yeni imkanlar və maliyyə dəstəyi nəzərdə tutulur. Ən gərgin diqqət tələb edən bürclər qız və dolca, maliyyə qərarlarında daha ehtiyatlı olmalı faydalıdır. Unutma ki, bütün bu proqnozlar ümumi astroloji enerjilərə əsaslanır. Ən dəqiq